bu fikslər demərik heç kəsə. Ələk. Ata, anam konferansdan gec qayıdacaq. 1 saatdan sonra. Onu nə ilə sevindirək? Bəlkə kişmişli bulka bişirək. Anam çox xoşlayır. Əla fikirdir. Bu reseptlər hardadır? Nə axtarırıq? Oy. Resept. Qazın yanındakı sirməyə bax. Çox sağ ol. Tapdım. Əla Kamal. Belə, baxaq görək bizə nə lazımdır. Süd, Un, yumurta. kişmiş və darçını görməmsən? Darçın buradadır. Kişmişsə yoxdur. Kişmiş yoxdur. Bəlkə onsuz eləyək. Anam kişmişli xoşlayır. Artıq mağazaya çatmarıq. Sıyıq. Bizim sıyığımız var. Nə olsun ki? İçində kişmiş dolu. Kamal, sən dahisən. Mən kişmişi sənə tapşırıram. Kamal, bəs ana xəmiri nə ilə qarışdırır? Mikserlə. Mikserlə yoxla. Bu yaxşı fikirdir. Hələ kişmiş tapmamısan? Sən də hələ xəmiri hazırlamamısan. Amma mikserlə bu tez olacaq. Yaxşı, yaxşı. Baxarıq kim daha tez. Tez ol, tələs, tələs. Sən necə də bacarıqsızsan? Əgər elə cədsinizsə, mənə kömək eləyərdiniz. Yaxşı, kömək eləyərik. Tut gəldi. Nə oldu orada? Üstdən hamısını yığdıq. Baş vurmaq lazımdır. Onda baş vurun. Biraz tez. Atam artıq mikseri qoşur. Hanı kişmiş? Ora qaranlıqdır. Kişmiş görünmür. Biraz da axtarın. Yox, belə olmaz. Filtr lazımdır. Dəni qabığından, havanı tozdan, suyu zərərli maddələrdən ayırmaq üçün filtrdən istifadə olunur. Ən sadə filtr dəmir tordur. Belə torlar paltar yuyan və qab yuyan maşınlarda olur. Onlar suyu xırda zibillərdən və qum dənələrindən təmizləyir. Onların sayəsində maşın yaxşı işləyir və uzun müddət xarab olmur. Qısası, filtr lazımlını və lazımsızı ayırmağa kömək eləyir. Mən anamda belə bir şey görmüşəm. Düzdür. Onun adı ələkdir. Ələyi boşqabın üzərinə tut. İndi isə sıyığı tök. Sirkələ ki, sıyıq tökülsün. Kişmişsə qalsın. Atam artıq mikseri qotladı. Tez-tez sirkələ. Ata, deyəsən mikserin sürəti çoxdur. Mikser çox güclüdür. Xəmir çox durudu. Biraz un əlavə eləsin. Un əlavə elə. Düzdür. Sən hər şeyi hardan bilirsən? Biraz da sirkələ. Bəsdir. Burada ancaq kişmiş qalıb. Ay səni, alındı. Ata, Nə? kişmiş lazımdır. Oho, sən necə belə tez bacardın? Ələyin köməyi ilə. Göyçək Fatmanın nağılını hamı eşidib. Zalım analığı onu bala buraxmadı. Əvəzindəsə kömürün üstünə bir kisə noxud töküb onları bir-birindən ayırmağı tapşırdı. Amma çox az adam bilir ki, məhz fikslər ona kömürü noxuddan ələk vasitəsilə ayırmağa kömək elədilər. Göyçək Fatma fikslərlə dostluq eləyirdi. Fikslərin izini başqa nağıllarda da tapmaq olar. Cırtdan yaxud düyməci sizə heç nəyi xatırlatmır. Bu nağıllarda balaca adamlar hardan meydana gəlib? Böyük ehtimalla qədim zamanlarda nağılçının gözünə hansısa ehtiyatsız fiks dəyib. Bax bundan sonra da bir çox nağıllar yaranır. Bizim sürprizimiz var. Tadam! Bu
Yumurkalar. Bunu kim fikirləşib? Kamal fikirləşib. Necə dadlıdır. Bəs resept hardandır? Kamal tapdı. Pişmişlər. Mənim sevdiyim kimi. Onları Kamal elədi. Afərin sənə Kamal. Doğrudan özün elədin? Başka kim olacak ki? Dublyaj ictimai televiziyanın sifarişi ilə yerinə yetirilib. Bəs kimdir axı bu fikslər demərik heç kəsə? Bəs kimdir axı bu fikslər demərik heç kəsə?